Telefonunun ekranını hər il dəyişirsən, amma düşüncələrini yox. İç Səsim seriyasına xoş gəlmisiniz. Hər il yeni ilə girəndə yeni hədəflər yazırsan, vision board qurursan, hətta telefonunun ekran şəklini belə buna uyğun dəyişirsən. Lakin arzuların çoxu reallaşmır. Çünki daxili düşüncələrin hələ də eyni qalıb. Düşüncələrini qəbul etmək yerinə onları günahlandırmağı seçirsən. Vision boarduna yazırsan: mən sağlam, mükəmməl bir münasibət istəyirəm. Lakin münasibətlərdə necə danışdığını, necə reaksiya verdiyini, necə davrandığını analiz etmirsən. Özünə qarşı sərt davranırsan, lakin başqalarından anlayış gözləyirsən. Bəlkə də dəyişməli olan telefonun ekran şəkli yox, sənin özünlə olan daxili münasibətindir. Unutma, sən özünlə necə danışırsansa, həyat da səninlə elə danışır. Narahat edici düşüncələr və özümüzə etiraf etmədiyimiz sirlərlə barışmaq və daxili dünyanı kəşf etmək istəyirsənsə, bu seriya sənin üçündür. Növbəti bölümlərdə görüşərik.